Mətbuat Şurası mediamızın cilalanmasında, təşkilatlanmasında, inkişaf etməsində və dövlət qurumları ilə əlaqələrin qurulmasında çox mühüm rol oynayır. Reket jurnalistlərlə ciddi mübarizə aparan qurum vicdanlı jurnalistlərə də diqqət və qayğısını əsirgəmir. Belə jurnalistlərdən olan Mübariz Salamov Mətbuat Şurası tərəfindən dəfələrlə mükafatlara layiq görülüb. İçəri girək kimi zapsı basarsan. Belə döyə balıqdır, muqam adamaq lazımdır. Sən dedi çıxırıq. Çəkirik çıxırıq. Çəkirik çıxırıq. Getdik. İndi yolumuz haradır? Qapılar bağlanır. Növbəti stansiya Hama. Ura! Əziz sərnişinlər və ölkəmizin qonaqları, metroya girməmişdən qabaq dişlərinizi yuyun. Soğan sarımsağı yeyib metroya girməyin. Zövksüz mahnılara da qulaq asmayın. Möhkəm səslə danışmayın. Ay sağ ol atanım alasım. Bir tikə zəhər yeməyək də indi də. Gəl hər şey elə indi danış. Nə kimi? Sənə dedim get xəstəxanaya qoy yoxlasınlar da. Oradakılar axı hamısı kişi həkimlərdir. İndi bir dənə qadın tapılmadı da səni orada baxsın da. Gördün mü, unuttum. Mən səni daha çox sevirəm. Otur da, niyə oturmursan ki? İclasa gəlirəm, tələsirəm. Başa düşmədim. Bu boyda süfrəni kimi hazırlamışam mən, hə? Budur mənə qiyməti. Çox sağ ol Lalə. Amma mən biraz da qalsam aramızda söz-söhbət olacaq. Vaxtında arvadını oxutdurmamsan, indi özün oxumuş qadın həkim axtarırsan. Sən ki, əsəbləşməyəsən, olmur da. Sən az vaxtda tanısam da elə bilirəm bir yerdə doğulmuşuq, bir yerdə böyümüşük. Deyirsən, mən də elə deyil. Yox, demək istəyirəm ki, biz əgər oyunlar oynasaq, planlar qursaq sevgimiz çox getməyəcək. Ancaq bir-birimizə inansaq, güzəşdə getsək, hər şey çox yaxşı olacaq. Sən bu sözləri hardasa əzbərləmişsən, ya başqa qızlara da tez-tez deyirsən? Yox, əzbərim yaxşı deyil. Nə olub sizə? Nə üçün utanmalısın? Boy, ana, bəs ata-ana? Depoya getdi oğlum, depoya. Bildim. Girdim sən bir dənə kəllə, amma düppəcüz yandı qabağımda. Yaxşı olar, özünə. Qaqacan, elə bil Instagram deyil, restorandır. Öyləm də bunu. Allah, sən də lab öldürmüsən ha, özünə. Qardeşin onun işinə çoxdan bax. Yaxşı olar, özünə. Uşaq döyürsən ki. Şampun çəkdilər sənə. Düzü yığıla. Hamazok deyib, hamazok. Nə deyirəm, deyirsən, dində elə şey yoxdur, dində belə şey yoxdur. Din elə bir dənə sənə işləyir. Mən sənə görə deyirəm də, yazıqsan, bu boyda günahara qazanırsan, yanazsan orada. Burası sənin o festivalın nə oldu? Dədə, festival deməyim ha, festival deməyim. Qaqam bir dənə hoqqa verdi. Doğrudan. Ay, kimdən oxsam yaxşıdır? Kimdən? Məndən qabaq Mənsum İbrahimov, ortada Qaqan, sonra da sənətkar Alim Qasımov. Qaqa, mən oxuyanda mənə bir dənə çəpərçi aldılar. Day, öldüm dana tüylərim biz oldu. Deyirəm də, mənim qardaşım bir gün məşhur olacaq. Qaqa, sən də məndən yazanda elə ürəkləndim. Allah hamdısın, sağ ol dana vallahi. Əşi, boş deyil. Amma elə bir şeyim var, bu biraz az oxundu, elə o birislərə baxanda. Sən bizim məhəllədəkilərə baxanda nə təsəvvür edirsən? Heç nə olub ki? Heç nə.
Söhbətdən xəbərin oldu qa. Hansı söhbət? Bir mən yazırdı, bu gedə yazırdı mən Instagrama şəklimin altına. Divjenial uşaqlar var bizim, tapdılar, qaqan gey paylarını verəcək. Yaşa. Peşman olacağın şey eləmə də sən. Mən ağarım qaqa. İnanırsız bu mövzuda o qədər dostlarım əziyyət çəkib ki, sağ olun ki, gündəmə gətirdiniz. Dəyməz Mübariz. Mən yenə də onu demək istəyirəm ki, biz bu məsələyə biganə qala bilməzdik bir jurnalist olaraq. Telefon, kompüter arxasında oturub ağızlarına gələni yazırlar. Hərənin öz fikri var. Elə şəxsi fikir olur ay müəllim. Yox, adam peşman olur şəkil paylaşmağa. Başı çıxan da yazır, çıxmayan da. Bunlar necə adamdılar, necə məxluqatdılar. Həm follow-atır, həm like eləmir, həm də ki söyüşlə, təhqirlə komment yazır. Hə, bax, sən düz deyirsən. Amma müdürümüz də düz deyir. Hamının öz şəxsi fikri var. Təhqir düz deyil axı. Mən tapşırmışam öz redaktorlarımıza bu işlə məşğuldular. Sərvanla Zamiki deyirəm. Xudey, oğuldular. Sözlərin üstünə gəldilər. Hər gün səni biraz da çox tanıyıram. Biraz da çox. Mən də biraz da çox. Biraz da çox nə? Sevirəm demirdin. Vuruluram. Sevmək bir dəfə olur, vurulmaq isə hər dəfə. Onda sən tez-tez vurulursan, hə? Sevdiyimə. Yaxşı, birdən biz bir gün ayrılsaq. Sən təzədən başqasını sevsən, ona da hər gün vurulacaqsan. Mən çox dəyişmişəm Canan. Əgər 2 ay bundan qabaqki Arifə bu sualı versəydin, deyərdim hə. Cana! Hay Cana! Telefona niyə baxmırsan axı? Arif telefonu. Qardaşların özünü öldürür.